sevenler, bütün Azerbaycan'ın güzel insanları, bütün Xaçınçay TV sevenler, bugün ayın 22'si Mart 2025. yıl. Ben Ümmətov Elsəvər Sipayoğlu, evlatlarımla birlikte Əlaqalı Qəbirstanlığı ölülərimizi, kənddə rəhmətə gedən ata-analarımız, əmlərim, dayılar, qübülər, bacıları ziyarət etməyə gəlmişik. Bu günlərdə hava soğuk olsa da Qəbirstanı ziyarət etmək bizim için xoşdur. Çox özümüzü xoşbəxt hiss edirik. Evlatlarımı da birinci dəfə gətirmişəm. Kəndimizdə rəhmətə gedən insanların qəbirlərin, erməni vandalların onların başına getdiyi hərəkətləri göstərirəm ki, düşmən belə bir alçaqlıqlar edir. İndi də inşallah Qəbirstanlığımızı bu tərəfə gələndə göstərəcəm. Təmizlik işlər gedir. Yağış belə olduğuna baxmayaraq kəndimizin qeyrətli olana bugün də gəlib burada təmizlik işləri görürlər. İnşallah nə qədər imkan var, bura təmizlənəcək. Cəmaatımız qorxusuz, ülküsüz gəlib ölülərini ziyarət edəcəklər. Allah bütün ölənlərimizə rəhmət eləsin. Başda şəhidlərimiz, başda həmin müdrisi olmaqla bütün şəhidlərimizə Allah var eləsin ki, Allah rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, döyüşən oğlanlarımızı var eləsin ki, bugün qanları, canları bahasına bu xoşbəxtliyi bizə nəsib eləyib. Bugün biz gəlib sərbəst, azad, qorxusuz, ülküsüz ölülərimizi ziyarət edirik. Bundan böyük dünyada xoşbəxtlik ola bilməz. Bir də başda ağsaqqal əmrolunlar bütün şəhidlərin qarşısında, bunlar qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, döyüşən oğlanlarımıza can sağlığı versin, şəfa versin. Öpürəm.